Sonuca verdik. En ve 1 səhv verdik. Hər iki en bərabərdir en, birdən ve en çıx verdik. İlk öncə ne en çıx bizdə verir, ne en saysa, ne saysa, sayma, sıfır sayma, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ne en bizdə onu verir, ancaq bir yere verecek. 6, 4, yani bu dairəcə en kvadrat mörtəzə. 1-dən 9-a kimi. Ümumiyyətlə bu tipli yazılışda biz bilirik ki, 1, 2.9'da bir başlanğıcı bildirir. 9 ise sonu bildirir. Biz həmişə bilirik ki, standart halda 9 yəni sonuncu götürülmür. Eğer burada yerində verilməzsə, bu zaman götürürük sonuncunu. Eğer verilibsə götürmürük. Deməli olacaq 1-dən 8-ə kimi. İndi biz bunu işarələsək. Sətirləri işarələyərkən, daha doğrusu indeksləyərkən sıfırdan başlayaraq indeksləyirik. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və biz dedik ki, 1-dən 9-a kimi olan hissəni götürürük 9 daxil olmamaq şərti ilə. Yəni burada 5-i də silirik, buradan 3-ü də silirik. Çünki 0 bizdə verilməyib. Qalır 4, 5, 1, 2, 4, 5, 1, 2. Və fikir verin S0 artıq girir yeni dövrə. Yəni artıq bu enin qiymətləri bir-bir i-yə mənimsədilir. 4-dür, 1-dir, 2-dir, hər biri sırayla i-yə mənimsədilir. Və gəlib hər dəfə dövrdə neyinir bizdə? S bərabər S plus int i. Həmin ədədləri tam tipə çevirib cəmləyir. Yəni biz bu ədədləri cəmləsək, S-imizin birinci qiyməti 0-dır. Üzərinə gəlsək hər bir qiymətli dövrlərdə 4, üzərinə gələk 5, üzərinə gəl 1, üzərinə gəl 2, üzərinə gəl 4, üzərinə gəl 5, üzərinə gəl 1, üzərinə gəl 2. Ümumi cəmi tapsaq 10, 16, 21, 24. Olur cavab Y variantı. Şimdi testdə bizdə 24 çap edəcək.